Bugün ilin 6 ayının yekunlarını müzakere edəcəyik, görüləcək işlər haqqında danışacağıq. İlin 6 ayı bir də onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni, önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında əlbəttə ki, qoşulmama hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi bir il uzadılıb 2023-cü ilə qədər və yekdil fikirlə. Bu onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Və biz də məsuliyyətli ölkə olaraq və qoşulmama hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Və önəmli addımlardan biri bu il Bakıda keçirilmiş qoşulmama hərəkatının parlament şəbəkəsinin toplantısıydı və parlament şəbəkəsinin yaradılmasıydı. Və Bakıda keçirilmiş bu önəmli tədbir bir də göstərdi ki, bu hərəkatın çox böyük potensialı var. Həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək üçün və qarşılıqlı beynəlxalq dəstək üçün bu çox önəmli platformadır. Bu bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Eyni zamanda gənclər platforması da yaradılır. Gənclər forumu keçiriləcək və qoşulmama hərəkatının gənclər şəbəkəsi yaradılacaqdır. Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir və beynəlxalq arenadakı oynadığımız rol və göstərdiyimiz həmrəylik və ehtiyac içində olan ölkələr üçün göstərdiyimiz dəstək, humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID ilə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu əlbəttə ki, böyük dərəcədə artırmışdır. Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılmışdır. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni baş katibi Azərbaycana səfər etmişdir. Bu təşkilatla biz çox fəal əməkdaşlıq edirik. Əslində bu təşkilatın biz çox fəal üzvüyük və bizim təşəbbüsümüzlə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Bu dəfə isə yeni seçilmiş baş katib eyni zamanda azad edilmiş torpaqlara səfər edib, Füzuliyə, Şuşaya və əlbəttə ki, görüş zamanı biz Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq və bugün azad edilmiş torpaqlara səfər edən hər bir insan, istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, öz gözü ilə erməni vəhşiliyinin təzahürlərini görür. Və biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da əlbəttə ki, uğurla davam etdirəcəyik. Avropa İttifaqı ilə bu il fəal əməkdaşlıq aparılmışdır. Bildiyiniz kimi biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq. Avropa İttifaqı Şurasının prezidenti ilə mənim bir neçə görüşüm olub, həm telefon danışıqlarımız olub və əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıdır. Ancaq eyni zamanda Avropa İttifaqı Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır.
Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd imzalanacaq. Enerji təhlükəsizliyi ilə bağlı olan sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyə qaldıracaqdır. Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılıb. Əlbəttə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir. Və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir. Bu il mənim Türkiyə prezidenti ilə 3 görüşüm olub. Bu il Qırğızstan prezidenti Azərbaycana aprel ayında səfər etmişdir və görüş keçirilmişdir. Eyni zamanda mənim Özbəkistana və Türkmənistana iyun ayında səfərlərim olub və Özbəkistan və Türkmənistan dövlət başçıları ilə görüşlərim olub. Eyni zamanda Türkmənistanın parlament xalq məsləhətinin sədri ilə görüşüm olub. Gələn ay Qazaxıstan prezidentinin Azərbaycana səfəri gözlənilir. Yəni, bu sadəcə olaraq görünən məsələlərdir və onlar göstərir ki, nə qədər bu təmaslar fəal sürətdə inkişaf edir. Və əlbəttə ki, Türk dövlətləri ilə bizim əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir. Və həm siyasi dəstək qarşılıqlı sürətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır, həm iki tərəfli, həm çox tərəfli formatda, nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır. Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb. Mənim Rusiya, İran, Gürcüstan prezidentləri ilə bu il görüşlərim bir daha bunu göstərir. Eyni zamanda Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Qarşılıqlı yüksək vəzifəli şəxslərin səfərləri təşkil edilmişdir. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının prezidenti 2 dəfə mənə məktub göndərmişdir. Həm müstəqillik günü ilə bağlı, həm Bakı enerji həftəsinin açılışı ilə bağlı və mənim cavab məktublarımda da və mənə göndərilən məktublarda əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur və həm bu əlaqələrin böyük tarixi var və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, əsas beynəlxalq təşkilatlarla, baxın, bu cəmi 6 ayın ərzində nə qədər böyük işlər görülüb. Və əgər bizim ümumiyyətcə son illərin tarixçəsinə nəzər salsaq, görərik ki, hər istiqamət üzrə Azərbaycan irəliləyib. Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub. Biz hər zaman açıq öz mövqeyimizi nümayiş etdirmişik və o cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq. Və həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik və əlbəttə ki, bu beynəlxalq əlaqələr bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, biz daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkə üçün daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır. İlk növbədə qonşuluqda, digər tərəfdən də dünyada və bugün sadəcə olaraq bu 6 ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik. Və əminəm ki, bundan sonra da belə olacaq. Çünki əsas beynəlxalq oyunçularla, əgər belə demək mümkündürsə, bizim artıq oturuşmuş və dərin məzmunlu əməkdaşlıq formatımız vardır. Bu ilin 6 ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb,
Ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Əgər müsbət məqamlardan söhbət açsaq, sadəcə olaraq deyə bilərəm ki, birinci delimitasiya üzrə işçi qrupların görüşü keçirilmişdir. Bunu biz müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Çünki məhz Azərbaycan tezliklə sərhədlərin delimitasiyası ilə bağlı addımların atılmasına çalışırdı. Ermənistan tərəfi buna o qədər də meyilli deyildi. Ancaq birinci görüş keçirildi. Əlbəttə ki, bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı. Və gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaqdır. Əlbəttə ki, bu formatda olan əməkdaşlıqdan biz hələ ki tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, bunu biz uğurlu inkişaf kimi qiymətləndirə bilərik. Digər müsbət hal ondan ibarətdir ki, yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək əsas 5 baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Və Ermənistan rəhbərliyi rəsmən bu 5 prinsipi qəbul edib. Və bu 5 prinsip nədən ibarətdir? Bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. Təkrarlamaq istəmirəm. Ancaq bütün təmasda olduğum tərəf müqabilləri ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi və bu məsələni bir neçə qonşu dövlətlə müzakirə etmişik. Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu mövqe dəstəklənir. Və əlbəttə ki, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, biz bu tərəfdaşlarla da bu məsələni müzakirə etmişik və faktiki olaraq indi sülh danışıqların başlanması üçün əsas yaradılıb. Yenə də Azərbaycan təşəbbüs göstərib, yenə də bu 5 prinsipi formalaşdıran bizik və əgər biz bu təşəbbüsü öz üzərimizə götürməsəydik, bugünə qədər bu istiqamətdə də heç bir inkişaf olmazdı. Düzdür, Ermənistanın bizim təkliflərimizi hansı ki, beynəlxalq hüquq, norma və prinsiplər əsasında formalaşan təkliflərimizi qəbul edilməsi müsbət hal olsa da, hələ ki, konkret addımları yoxdur. Sabah Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri görüşəcəklər. Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistan baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşü olub, amma Xarici İşlər Nazirləri arasında iki tərəfli görüş olmuyor. Bu birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir və mən hesab edirəm ki, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın. Çünki sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb və o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistandan hələ ki, belə bir addım atılmayıb və hesab edirəm ki, bu yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər. Əfsuslar olsun ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa hər hansı bir müsbət məqam mən tapa bilmirəm.
Ancaq mənfi məqamlar əsaslar olsun ki, daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 20-ci ildə imzalanmış bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan özlərinə öhdəliklər götürür. Və bu öhdəliklər orada açıq-aydın göstərilir. Və onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Və biz dəfələrlə məsələ qaldırmışdıq. Ancaq Ermənistan bunu uzadır. Eyni zamanda biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq. Və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bugün artıq iyulun ortasıdır. Bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülh məramları, hansı ki Rusiya tərəfi də 10 noyabr bəyannaməsini imzalayıb, onları buna məcbur etmir. Və əlbəttə ki, bu dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrin Azərbaycan ərazisində qalması tamamilə qəbul edilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik və əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxartmaq istəmirsə, onda açıq bizə bunu desin. Biz də işimizi bilək və bizim cavabımız nə olacaq, onu bəlkə də indi demək yersizdir. Ancaq bu 10 noyabr bəyannaməsinin kobudcasına pozulması deməkdir. İkinci mənfi məqam ondan ibarətdir ki, yenə də həmən 10 noyabr bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında irtibat qurulmalı idi və Ermənistan buna boyun əymişdi. Bu öhdəliyi özlərinə götürmüşdü. Ancaq bugünə qədər bizə bu imkan verilmədi. Laçın yolu açıqdır və 10 noyabr bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir və biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün bizim imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, biz görmürük ki, Ermənistan ərazisində hansısa işlər görülsün bu istiqamətdə. Bugünə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki iqtisadi əsaslandırılması yoxdur. Texniki iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz. Və dəmir yolunun tikintisi üçün texniki iqtisadi əsaslandırma bir neçə ay tələb edir onu hazırlamaq üçün. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu bizə verilməyib. 1 il 8 ay keçibdir. Dəfələrlə mən bu məsələni qaldırmışam. O cümlədən Brüssel görüşlərində 3 dəfə qaldırmışam. Deməli, mənim Ermənistanın baş naziri və Avropa İttifaqı Şurasının prezidentinin görüşləri əsnasında bugünə qədər bizə marşrut verilmir. Orada cəmi 40 neçə kilometr məsafədir. Bunun bir çox marşrutları ola bilməz. Özü də aydın məsələdir ki, orada deməli bütün mövsümlərdə və günün 24 saatında istifadə edə biləcək
yolların marşrutları da o kadar da çox deyil. Deməli, bu marşrutun bizə verilməməsi, bu istiqamətdə işlərin aparılmaması, texniki iqtisadi əsaslandırmanın hazırlanmamasının bir səbəbi var. Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir. Ancaq bunu etiraf etmir. Buna görə biz tələb edirik. Biz haqqımızı tələb edirik. Əgər biz 10 noyabr bəyannaməsinin bütün müddəalarını icra ediriksə, biz Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib. Və bunu hər kəs nəzərə almalıdır. Digər məqamlardan biri də odur ki, son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur və Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusla nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Və əgər Ermənistanda bunu kimsə unudubsa, mən təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik. Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qopardıldı. Biz ki, danışmırıq. Amma danışa bilərik və baxaq görək, nəticəsi nə olacaq. Və buna oxşar mənfi məqamlar çoxdur. Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur. 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Bunu biz deyirik. Minsk qrupu həmsədrlər arasında soyu müharibə gedir, yumuşaq desək. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu deməli institutda son qoyub. Ermənistan tərəfi yenə də dəqiqə başı Minsk qrupu belə gəldi, Minsk qrupu belə getdi. Bu nə deməkdir? Sadəcə olaraq yenə də biz bunun arxasında ölkəmizə qarşı ərazi iddiası görürük. Bir tərəfdən Ermənistan bizim 5 prinsipimizi qəbul edir, bunu etiraf edir. Onların arasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialardan əl çəkilməsi və digər müddəalar var. Digər tərəfdən Minsk qrupu elə bil ki, nə ilənsə məşğul olmalıdır. Onda sual olunur, nə ilə məşğul olmalıdır? Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb, Qarabağ Azərbaycandır, bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir, o cümlədən Ermənistan deyir, öz xoşu ilə yox, məcburən. Bütün deməli, bu məsələ ilə müzakirə apardığımız ölkələr, təşkilatlar deyir. Ona görə bilirsiniz, bax, bu mənfi meyllər güclənir. Bütün məsələ ilə bağlı məsələnin həlli üçün yaxud da ki, düzgün təhlil aparmaq üçün gərək sən o meylləri düzgün seçəsən. Hələ ki, bu hansısa bir ciddi fəsada çevrilməyib. Amma əgər bu zərərli meyllərin qarşısı alınmasa,
bir gün bunun fəsadı ola bilər. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Və nəyi etmişiksə Azərbaycan ərazisində etmişik. Özü də elə etmişik ki, hər kəs həsəd apara bilər bizim hərbi əməliyyatımıza. Ancaq bu meyli görməmək də mümkün deyil. Ona görə biz bunu görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hərə də öz, necə deyərlər, payını alsın bizim xəbərdarlığımızdan. Bu məsələ ilə bağlı hələlik bu qədər çox da dərinə getmək istəmirəm. Yenə də deyirəm, sabahki Xarici İşlər Nazirlərinin görüşünü biz gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, onu biz müəyyən edəcəyik. Bu 6 ay ərzində hərbi sahədə də islahatlar aparılıb, struktur islahatları aparılıb, hərbi təhsillə bağlı islahatlar aparılıb, təlimlərlə bağlı ciddi addımlar atılıb, yeni silahlı birləşmələr yaradılıb, yeni kontraktlar imzalanıb, hərbi texnika, silah, sursatlar alınır və alınacaq və biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk və bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var. Biz hərbi xərclərimizi keçən il təsbit etmişdik. Bu ilin büdcəsi təsdiq olunanda və hesab edirdik ki, bu kifayətdir. Ancaq sonra, bax, dediyim məsələlərə görə və digər məsələlərə görə, demədiyim burada məsələlərə görə biz hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Və bu artım məhz yüksək texnoloji imkanlara olan silahların alınmasına xərclənəcək. Bunu da mən demək istəyirəm. Yeni imzalanmış kontraktlar, çünki biz görürük ki, buna ehtiyac var və ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Və nə qədər lazımsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, yaxşı bilirik. İşğal nədir, əfsuslar olsun ki, yaxşı bilirik. Və təhlükə nədir, onu da yaxşı bilirik. Və hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək. Hərbiçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Bu haqda bir çox məlumatlar var. Həm hərbiçilərin xidmət şəraiti, həm mənzil şəraiti və Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. İndi qusursuz xidmət edən hərbiçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir. Onlardasa bir 90% yenidən qurulub, o cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb, hərbi şəhərciklər, bazalar, deməli, hərbi təyinatlı yollar, infrastruktur, bu ağır iqlim şəraitində bunu biz edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbiçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir və Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonraki dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir. Və müharibədə əlil olmuş, demək olar ki, bütün hərbiçilərə ən müasir protezlər artıq onlar təmin olundular. 4-cü nəsil protezlər. Bu protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bunu biz edirik. Bu çox bahalı texnikadır və o
texnologiya elədir ki, o vaxt aşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbiçilər dövlət tərəfindən qayğı ilə daim əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır. Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3000 mənzil və fərdi ev verilmişdir. Bu il 1500 mənzil və ev verilir. Bütövlükdə 1-ci və 2-ci Qarabağ müharibəsinin şəhid ailələri və müharibə əlillərinə 12500 mənzil verilib. İndi Ermənistanda nə qədər verilib? 0. Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni biz əlbəttə ki, Ermənistanla özümüzü müqayisə etmək istəmirik heç cür, amma bu reallıqdır. İndi o qədər dünyada müharibələr olub. Bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə eləmirik ki, bununla öyünək. Ona görə eləyirik ki, bunu mənəvi borc bilirik və edirik və edəcəyik. Və bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək. Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir. Müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir və ümumiyyətcə bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır. Özü də bu boyda bizim qarşımızda işlər ola-ola. Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Nə qədər vəsait buna lazımdır. Hamısını öz hesabımıza eləyirik. Bir dənə də kömək görməmişik hələ 1 il 8 ay ərzində. Heç bir yerdən 1 manat bizə heç kim yardım eləməyib. Hamısını özümüz eləyirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və nə qədər hələ edəcəyik. Və bununla paralel olaraq sosial məsələləri həll edirik və edəcəyik. Heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub. Və baxın, görün, son müddət ərzində nə qədər əmək haqları artıb. Bu il, məsəl üçün, orta əmək haqqı hardasa 14% artıb. Pensiya 10%-dən çox artıb. Bütün bu artımların mənbəyi var. Bu da dövlət büdcəsidir. O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik bu dediyim səbəblərə görə. O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödeyirik və heç kimdən 1 manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlatdırsınlar, biraz diqqətli olsunlar. Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır və iqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bugünə qədər işğal altındaydı.
Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var. Və biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik. Yəni, dürüstləşmə eyni zamanda aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Çünki, bəli, dünyada neftin qiyməti qalxıb, amma eyni zamanda dünyanın kapital bazarları çöküb və bunu da hər kəs bilməlidir. Bəzən kimsə fikirləşir ki, neftin qiyməti artıb, Azərbaycan daha çox zənginləşib. Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız, onlar istiqrazlardadır, əsasən səhvlərdədir. Qaçsınlar, baxsınlar, dünyanın kapital bazarları necə çöküb. Və nə qədər biz orada, əlbəttə, bu müvəqqətidir. Bu bütün, deməli, suveren fondlar bu vəziyyətlə üzləşiblər. Mən indi başqa suveren fondların itkilərini demək istəmirəm. Amma burada 10 milyardlarla itkilərdən söhbət gedir. 10 milyardlarla itkilərdən söhbət gedir. Böyük suveren fondların, deməli, bu kapital bazarının çökməsi nəticəsində. Bizə də bu mənfi təsir göstərir. Ancaq biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss eləmir. Ona görə iqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdir ki, onlar da artıq normal reyslərə keçsinlər. O kölgə iqtisadiyyatdan əl çəksinlər. Və onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 2 milyard manat biz əlavə ancaq 6 ayda vergi orqanları yığıbdır və bundan biz istifadə edirik. Və ilin sonuna elə təxminən 6 ay var. Budur bizim, necə deyərlər, maliyyə, iqtisadi imkanlarımızın əsas faktoru. O ki, qaldı iqtisadi artıma, əlbəttə ki, bunu biz hər dəfə 2 yerə bölürük, iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı hər iki istiqamət üzrə yaxşı nəticələr var. İqtisadiyyat 6,2% artıb, qeyri-neft iqtisadiyyat 9,6%. Sənaye sahəsində ümumi sənaye istehsalı 2,1%, qeyri-neft sənaye sahəsində 11,5%. Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq, əhalinin gəlirləri təxminən 20% artıb, düzdür, inflyasiya bu artımın bir hissəsini necə deyərlər yeyir, inflyasiya 12%-dan bir qədər çoxdur, amma bu ümumi tendensiyadır dünyada. Hətta inflyasiya bəlkə 0,05, yəni 1% olan ölkələrdə indi inflyasiya 2 rəqəmli inflyasiya yaxınlaşır. Yəni bu ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq. Və onu da deməliyəm ki, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni resessiya haqqında artıq bir qaçılmaz bir fakt kimi danışırlar və biz də buna hazır olmalıyıq. Və Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələr, nəqliyyat, energetika layihələr, sabitlik, əmin-amanlıq, bunu hər kəs real bir fakt kimi qəbul edir və bu çox yaxşıdır. Mən çox şadam ki, bunu hər kəs belə görür və belə də qəbul etməlidir. Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəziləri görmür və ya da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək eləmir, heç vaxt da eləməyib və eləməyəcək.
Ona görə özümüz də qururuq öz həyatımızı. Heç kimin işinə qarışmırıq, amma eyni zamanda qoymuruq ki, kimsə gəlsin bizim işimizə qarışsın. Və iqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır. Bizim xarici ticarətimiz də artıb böyük dərəcədə, budasa 70%-dan çox. İxracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25%-dan çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Bütün bu rəqəmlər hər bir ölkə üçün bir qürur mənbəyi ola bilər. Keçən ilin 1 iyul tarixində bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6% təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biri sayıla bilərdi və əslində belədir. Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10%-nə endirək. Və bu ilin iyulun 1-də artıq mənə verilən rəqəmlərə görə xarici borc ümumi daxili məhsulun 10,7%-ni təşkil edir. Nə üçün? Birinci növbədə kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir, amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbətdə, borcun nisbəti də azalır. İndi baxın, görün, inkişaf etmiş ölkələrdə bəzilərində xarici borc ümumi daxili məhsulu 2 dəfə üstəliyir. Xarici borc ümumi daxili məhsulun 70% olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu 10%-dir. Nə deməkdir bu? Biz qoymuruq ki, borclar yığılsın. İstəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, daha da bunu endirək və ayağımızı yorğanımıza görə uzadırıq. Və bütün bunları pandemiyadan təzə çıxmış ölkə əldə edir. Halbuki indi əfsuslar olsun ki, yeni məlumat var ki, özdə Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Və biz əlbəttə ki, bu tendensiyaları izləyirik və pandemiyanın ən ağır dönəmində də biz qapanmaya getmişdik, sonra vəziyyət yaxşılaşanda açılırdıq. Yəni, bu canlı bir prosesdir. Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədlərdir. Buna görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz deyirik. Və nə qədər lazımsa, o qədər də sərhədləri bağlı saxlayacağıq. Quru sərhədlərindən söhbət gedir. Deyirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Və COVID dövründə milyardlarla vəsait ayırmışıq biz. İndi mən bunu təkrarlamaq istəmirəm. Bir sözlə, iqtisadi sahədə bu 6 ayda görülmüş işlər əlbəttə ki, aparılan islahatların nəticəsidir və bu nəticələr, bu rəqəmlər deməyə əsas verir ki, ilin sonuna qədər də bütün nəzərdə tutulmuş planlar reallaşacaq. Bir neçə kəlmə energetika sektoru ilə bağlı demək istərdim, çünki bizim üçün bu həmişə prioritet olub, amma bugün bizim enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır və bu sahədə də biz planlı şəkildə işimizi aparırıq. Əlbəttə ki, uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpa olunan enerji növləri Azərbaycanda inkişaf etsin və ilk növbədə xarici investorlar hesabına və nəhayət buna nail ola bilmişik. Xarici investorlar
öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə 3 günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir. Birinin də Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu ancaq başlanğıcdır. Və bizim xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə əlavə 2000 meqavat və ondan da əlavə 2000 meqavat günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su elektrik stansiyası var idi ki, ermənilər vəhşilər kimi gedəndə o Kəlbəcər Laçından onları dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik. Ancaq indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su elektrik stansiyaların inşası mümkündür. Və indi məsələ hazırlanır, yəni təhlil hazırlanır. Yəqin ki, orada 1000-dən çox meqavat ancaq kiçik su elektrik stansiyalarından biz götürə bilərik perspektivdə. Və artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası artıq ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə bizə 50 meqavat verəcək. Yəni, bu sahə bizdə prioritet sahə idi 2-ci Qarabağ müharibəsinə qədər. Ancaq bugün bu artıq yeni pilləyə qalxır. Və yenə demək istəyirəm ki, bərpa olunan enerji növlərinin istehsalına su elektrik stansiyalarından başqa dövlət 1 manat da pul qoymur. Ancaq xarici investisiyalar. Və əlbəttə ki, bu bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. İndi ənənəvi yolla biz ixrac edirik, deməli, mövcud olan yüksək gərginlik xətlərlə, amma gələcəkdə Zəngəzur dəhlizi ilə biz elektrik enerjisini ixrac edə bilərik. Və Avropa tərəfindən yeni layihə təqdim edildi. Qara dənizin altından, Gürcüstandan Rumuniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var və eyni zamanda bu bizə imkan verəcək ki, təbii qaza qənaət eləyək və o qənaət edilmiş təbii qazı ixrac edək. Xüsusilə nəzər alsaq ki, bizim qazımıza tələbat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz əlbəttə ki, bu istiqamətdə işləyirik və perspektivli yataqlardan çıxarılacaq qazı həm daxili tələbatı ödəmək üçün, eyni zamanda ixrac üçün də əlbəttə nəzərdə tutmuşuq. Hələ ki, bizim ixrac resurs bazamız Şağdəniz yatağıdır. Amma yaxın gələcəkdə Abşeron, Şəfəq, Asiman, Ümid Babək və Azərçıraq Günəşlinin dərin qaz adlandırılan yataqlardan qaz hasilatı gözlənilir. Yəni, çox böyük resursdur. Və bütün sadaladığım layihələr üzrə fəal işlər gedir. Bu sadəcə olaraq kəşfiyyat layihələri deyil, fəal işlər gedir. Və ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Yəni, bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz tövhədir. Və əlbəttə ki, ölkəmizin həm beynəlxalq nüfuzu artır, imkanları artır,
gəlirləri artacaq, biznes şəraiti yaxşılaşır və energetika bundan sonra da bizim üçün əsas sektorlardan biri olacaq, nəqliyyatla bərabər. Və nəqliyyat sahəsində də artım var. Tranzit yüklərin həcmi təxminən 30% artıb. Mən hələ 5 ayın nəticələrini deyirəm, 30% artım çox böyük artımdır və bəzi istiqamətlər üzrə, xüsusilə şimal-qərb nəqliyyat dəhlizi üzrə artım 300%-dir. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur əlbəttə ki, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Və əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz daha sürətlə Zəngəzur dəhlizinin yaradılmasına çalışırıq. Nəqliyyat sektorunda artıq görüləcək işlərlə bağlı hökumətə tapşırıqlar verildi. Bir də qeyd etmək istəyirəm, bizim gəmi qayırma zavodumuz tam gücü ilə işləməlidir. Nə qədər imkanı varsa, o qədər də gəmi, tanker, bərə istehsal etməlidir. Bu zavodun imkanları yenidən gərək araşdırılsın. Mənə verilən məlumata görə ildə 6 tanker, bərə yük gəmisi istehsal oluna bilər. Baxmaq lazımdır. Ehtiyac nə qədərdir? Xəzəryanı ölkələrdə nə qədər deməli gəmilərin sayı artacaq və qonşu ölkələrlə bu məsələləri müzakirə etməliyik ki, ola bilsin ki, qonşu Xəzər ölkələri ilə biz istehsal olunacaq gəmilərin növləri ilə bağlı hansısa bir razılığa gələk ki, eyni gəmi növlərini istehsal eləməyək. Çünki Xəzər üzərindən yük daşımalarının həcminin artırılması artıq reallıqdır. Biz isə buna indiki şəraitdə hazırıq, amma bizim beynəlxalq dəniz ticarət limanının ikinci fazasına biz başlamalıyıq. Limanı genişləndirməliyik. Mənə bu yaxınlarda verilən məlumata görə artıq bizim üzərimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa etmişik. Birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır. Və hökumətə də tapşırıq verildi. Nə lazımsa bunu edəcəyik. Dib dərinləşdirmə işləri də aparılmalıdır. Çünki Xəzərin suyunun səviyyəsi düşür. Ona görə gəmilərin daha sürətlə gedib gəlməsi üçün yeni kanallar qazılmalıdır. Ona görə dib dərinləşdirmə işləri də bunlar da nəzərdə tutulur. Limanın genişləndirilməsi, yeni gəmilərin inşası, bütün bizim nəqliyyat qurumlarının vahid mexanizm kimi işləməsi, çünki əvvəllər bu yox idi. Hərəsi öz tərəfinə, necə deyərlər, yorğanı dartırdı. İndi gəmiçilik, liman, dəmir yolu bir mexanizm kimi işləməlidir. Və bunu mən hökumətə tapşırmışam. İndi müşavirələr keçirilib, baş nazirin rəhbərliyi altında və gələn ilin büdcəsi formalaşanda əlbəttə ki, bu sahəni biz xüsusilə nəzərdə saxlamalıyıq. Çünki bu həm bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda tranzit potensialımız artacaq, iş yerləri yaradılacaq və biz açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat logistika mərkəzinə çevriləcəyik. Və əlbəttə ki, Qarabağda gedən işlərlə bağlı bir neçə kəlmə demək istərdim. Çox danışmaq istəmirəm, çünki hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir.
infrastruktur işləri, artıq yaşayış binalarının inşasına başlanılıb. Ağlı kəndi istifadə verilib, şəhərlərin, 5 şəhərin baş planı təsdiqlənib və yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib və ola bilsin ki, bu il yeni kəndlərin inşası ilə bağlı, yaradılması ilə bağlı biz məşğul olacaq. Tarixi abidələrin bərpası. Yəni, burada hər şey plan üzrə gedir və qeyd etdiyim kimi bu bölgə nümunəvi bölgə olacaq. Nəinki Azərbaycan üçün, dünya üçün. Və biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma eyni zamanda tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir. Şəffaflıq tam təmin edilməlidir. Heç bir inhisarçılıq orada olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək və ictimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcəkdir. Və əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərin arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir və biz artıq bu il bu problemlə də nəinki biz, bütün dünya üzləşib və indi informasiya kanallarında, mətbuatda bu taxıl qıtlığı ilə bağlı geniş deməli məlumat yayılır və biz də taxılın idxalından əfsuslar olsun ki, böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ki, ölkəmizin digər yerlərində ki, vaxt itirmədən biz tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Və mənə verilən son məlumata görə bu il heç vaxt istifadə olmayan 100.000 hektarda taxıl, yəni buğda, arpa, dənli bitkilər əkiləcək və bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir. Bir sözlə, görülmüş işlər, yenə də deyirəm, ancaq mən bugün görülmüş işlərin kiçik hissəsini işıqlandırdım, amma bu da kifayətdir ki, hər kəs görsün ki, nəhəng işlər görürük və bütün qarşıda duran vəzifələri icra edəcəyik.